Salam. Mürəkkəb funksiyaya aid gördüyünüz bu maraqlı sualın izahını deyəcəm. F-in f 3-x-ə kompozisiyası bərabərdir 3 tənliyinin kökləri cəmini tapın. Yəni göründüyü kimi bu mürəkkəb funksiyaya aid bir sualdır. Yəni f-in daxilində f 3-x bərabərdir 3. Tənliyinin kökləri cəmini tapın. Biz qrafikə nəzər salsaq, qrafikimiz f2-in özünün qrafikidir və orijinal toxunun 3 nöqtəsində kəsir. Orijinal toxunu kəsəndə x-imiz 0 olubdur. Yəni biz qrafikə nəzərən yaza bilərik ki, f0 bərabərdir 3. Biz bunu yaza bilərik. Onda f 3-x. Bu sıfırın yerində durduğuna görə f 3-x bərabərdir 0 alarıq. Qrafikə bir daha baxsaq, y0 olanda deməli qrafik o x oxunu kəsibdir. O x oxunu kəsibdir -4 nöqtəsində, 2 nöqtəsində və 5 nöqtəsində. Biz də almışıq ki, f 3-x bərabərdir 0. Onda bir dəfə olacaqdır 3-x bərabərdir -4. Çünki biz qrafikə nəzərən yaza bilərik ki, f -4 bərabərdir 0-a, f2 bərabərdir 0-a, f5 bərabərdir 0-a. Biz bunu yaza bilərik. Ona görə 3-x bərabərdir -4. Buradan x1 bərabərdir 7-yə. Bir dəfə də biz yaza bilərik ki, 3-x bərabərdir 2. Buradan x2 bərabərdir 1. Bir dəfə də biz yaza bilərik ki, 3-x bərabərdir 5. x3 bərabərdir -2. İndi bizə deyir ki, tənliyinin kökləri cəmi tapın. Yəni x1 üstəgəl x2 üstəgəl x3. Bu da bərabərdir 7 üstəgələk 1 üstəgəl -2. Bu da bərabərdir 7 ilə 1-in cəmi eləyəcəkdir 8. Müsbəti mənfiyə vurun, çıxaq 2 bərabərdir 6. Cavabımız oldu B variantı. Sağ olun, dinlədiyiniz üçün təşəkkür edirəm.